2012-ci ildən başlayaraq Dağlıq Qarabağ və Qarabağ ətrafı rayonlarımız işğal olunub. Bütöv Azərbaycana gedən yol bizdən, Günaz TV-dən başlayır. Salam, hər vaxtınız xeyir olsun dəyərli soydaşlarımız. Günaz televizyon efirində günün səsi xəbərlər xidməti qarşınızdadır. Bizi izləsəniz xəbərdar olacaqsınız ki, Urmiyada əhali ilə intizami qüvvələr arasında toqquşma baş verib. Soyuq havaların başlaması ilə Qaradağda zəlzələdən zərər çəkən şəxslərin vəziyyəti ağırlaşır. Azərbaycan və Türkiyə tarixçiləri ermənilər tərəfindən türklərə və azərbaycanlara qarşı törədilmiş soyqırımları birgə araşdıracaqlar. İrəvanda İran-Ermənistan hökumətləri arası komisyonunun iclası keçirilir. İndi isə daha ətraflı. Urmiyada əhali ilə intizami qüvvələr arasında toqquşma baş verib. Çərşənbə günü saat 9-da rejimin intizami qüvvələri Urmiya bazarına, bazarda qaçaq malların olması bəhanəsi ilə hücum edib. Lakin bazar sakinləri onların hücumunun qarşısında müqavimət göstərib. Urmiyadan verilən məlumata görə intizami qüvvələrinin özləri qaçaq mallarla hücum etdiyi üçün tacir və mağaza sahibləri bilib və buna etiraz olaraq mağazalarını bağlayıblar. Urmiyanın Yekaniyan bazarında bağlı bazarlarla üzləşən məmurlar məhkəmə hökmü olmadan mağaza qıfıllarını sındırıb və mağazaları qarət ediblər. Mağazası talan edilən şəxslərdən biri Məhəmməd Nuri adlı tacir olub. Müqavimət göstərdiyi üçün polis onlarla toqquşub və onun atası, eləcə də bir neçə nəfəri biber qazı ilə hücuma məruz qoyublar. Biber qazından xəsarət alan Nurinin atası xəstəxanaya yerləşdirilib. İntizami qüvvələri Batumla bazar əhlini döyüb və onlara qarşı göz yaşardıcı qazdan da istifadə edib. Bazar əhli rejimin məmurlarının qanunsuz əməllərinə müqavimət göstəriblər. Soyuq havaların başlaması ilə Şərqi Azərbaycan əyalətinin Vərzəqan və Əhər şəhərlərində zəlzələdən zərər çəkən şəxslərin vəziyyəti daha da ağırlaşıb. Mehr xəbər ajansının yaydığı məlumata görə son günlərdə İran hökuməti bu bölgədəki tikinti işlərini sürətləndirsə də, hələ də əhalinin əksəri çadırlarda məskunlaşdırılıb ki, bu da soyuq havalarda onlar üçün problemlər yaradır. Xüsusilə son günlər yağış və qarın bölgədə yağmağa başlaması nəticəsində əhali dözülməz şaxtalar qarşısında çöldə qalıb. Lakin rejim 2 aya dağılan evlərin bərpasına söz versə də öz sözünə əməl etmək yerinə köməkləri Suriya və Lubnana göndərir. Azərbaycan və Türkiyə tarixçiləri ermənilər tərəfindən türklərə və azərbaycanlara qarşı törədilmiş soyqırımları birgə araşdıracaqlar. Bunu Trend xəbər ajansına Şimali Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun rəisi Yaqub Mahmudov deyib. Onun sözlərinə görə Türkiyədə də bununla bağlı komissiya yaradılıb. Mahmudov məsələ ilə bağlı bu günlərdə Türkiyə səfərinin gözlənildiyini deyib. O deyib ki, Türkiyə və Azərbaycan tarixçiləri birləşərək həm Anadoluda, həm də Azərbaycanda soyqırımların tarixini birlikdə araşdıracaqlar. Alim araşdırmaların nəticələrinin sonda Azərbaycan və Türk xalqına, o cümlədən bütün dünyaya təqdim ediləcəyini qeyd edib. İranın Enerji naziri Məcid Namcu İrəvanda keçirilən İran-Ermənistan İqtisadi Əməkdaşlığı üzrə hökumətlərarası komisyonunun 11-ci iclasında iştirak etmək üçün dünən Ermənistana səfər edib. Bununla bağlı İranın Enerji naziri Namcunun rəhbərlik etdiyi 37 nəfərdən ibarət nümayəndə heyəti Ermənistanda səfərdədir. Qeyd edək ki, İran-Ermənistan hökumətlərarası komisyonunun 10-cu iclası ötən il Tehranda keçirilib. Bildirək ki, İran sözdə Şimali Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirsə də, əməldə Ermənistanın strateji tərəfdaşı rolunu oynamaqla Azərbaycan ərazilərinin işğalda qalmasına şərait yaradır. İranın Xuzistan vilayətindən keçən qaz boru xəttində dünən axşam saatlarında güclü partlayış baş verib. Hadisə yerinə dərhal İran Qızıl Aypara Cəmiyyətinin xilas ediciləri və yanğın söndürənlər cəlb olunub. Partlayış yaşayış məntəqələrindən uzaq məsafədə baş verdiyi üçün insan tələfatı olmayıb. Hadisənin vurduğu zərər və baş vermə səbəbi ilə bağlı hələlik mətbuata açıqlama verilməyib. İqtidar yönlü Axund Hüseyin Nuri Həmədaniyə jurnalistlərə açıqlamasında Mahmud Əhməd Nejadla məhkəmə sisteminin rəisi Sadıq Laricani arasındakı ixtilafdan gileylənib. Nuri Həmədani deyib ki, həm Mahmud Əhməd Nejad, həm də Sadıq Laricani öz aralarındakı ixtilafı
kənara qoyub birləşməli, sistemin qorunub saxlanılmasına çalışmalıdırlar. İslami bir sistemdə belə ixtilafların olması xoşa gəlməz haldır. Biz həmin rəsmiləri biri-biri ilə müttəfiq olmağa, sistem qarşısındakı hər hansı ixtilafın meydana çıxmasına imkan verməməyə çağırırıq. Biz onlara deyirik ki, bir-birinizə məktub yazmaq əvəzinə xalqın problemlərinin həlli ilə məşğul olun. Rəsmilərin öz ixtilaflarına əcnəbi mətbuatda işıqlandırılması isə yol verilməz haldır. Bundan yalnız düşmən sui-istifadə edə bilər. Bildirək ki, Mahmud Əhmədnecad oktyabrın 20-sində Sadiq Larijaniyə məktub yazaraq evin zindanında görüş keçirilməsi üçün ona şərait yaradılmasını istəyib. İran məhkəmə sisteminin sözçüsü Qulam Hüseyin Möhsin Ejeyi oktyabrın 21-də jurnalistlərə açıqlamasında Mahmud Əhmədnecadın qurumun rəhbərliyinə məktubuna cavab verib. Möhsin Ejeyi deyib ki, prezidentin evin zindanında görüş keçirməsi ilə bağlı israrı həmin zindanda həbsə saxlanılan müşaviri Əli Əkbər Cavanfikirlə əlaqədardır. Rusiya başqa ölkələrin İrana hücum etməsinə imkan verməyəcəyini bildirib. Bununla bağlı Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov açıqlama verib. Lavrov deyib ki, Rusiya Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına İrana qarşı hərbi müdaxiləyə icazə verəcək qətnamənin qəbuluna imkan verməyəcək. O bildirib ki, Liviyada olduğu kimi İrana qarşı da hərbi addım atıla bilər. Liviya təcrübəsini nəzərə alaraq demək olar ki, İrana qarşı da hərbi müdaxilə mümkündür. Bu baxımdan biz Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasında müzakirə ediləcək bütün qətnamələrə qarşı son dərəcədə diqqətli olacağıq. Lavrov əlavə edib ki, İranın nüvə fəaliyyəti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında həyata keçirilir. Tehranın nüvə proqramından hərbi məqsədlər üçün istifadəsinə dair heç bir informasiya yoxdur. İran nüvə yanacağı əldə etmək üçün uranı 4,5% zənginləşdirməklə məşğuldur. Qarşıda bizi nələr gözlədiyini düşünəndə dəhşətə gəlirəm. Bu sözləri İranın keçmiş prezidenti Məhəmməd Xatəmi ziyalılarla görüşündə deyib. Beynəlxalq təhrimlərin təsirindən danışan Məhəmməd Xatəmi deyib ki, ölkənin idxala bağlılığı artdıqca onun zəifləməsi də davam eləyəcək. Bugün təhrimlər iki hədəfə yönəlib. Bunlardan biri bizim əsas gəlir mənbəyimiz olan neft və qaz bölməsidir. Digəri isə əmtənin əldə edilməsi və onun mübadiləsi sahəsidir. Biz bu təhrimlərə müxalifik, lakin bir şeydə nəzərə almaq lazımdır. Görəsən, ölkənin idarəçiliyində yürüdülən hansı siyasətlər bizim belə təhdidlər qarşısında zəif olmağımıza gətirib çıxarıb? Ölkənin başucalığı onun dünyada təcrid olunmasında yox, öz ayaqları üzərində durmasındadır. Təəssüflər olsun ki, bugün xalqın hakimiyyəti olan etimadı zəifləyib. Biz ölkədə yürüdülən hansı bir siyasətin xalqda etimadsızlığa gətirib çıxardığını axtarıb tapmalıyıq. Daha dəqiq desək, ölkənin daxili atmosferində dəyişiklik yaradılmalıdır. İslahatçılar da xalqın öz taleyinə hakim olmasına şərait yaradılmasından başqa bir şey istəmirlər. Qarşıdan prezident seçkisi gəlir. İslahatçılar bu seçkiyə qatılmaq istəyirlər, lakin buna imkan verilmir. Biz ürək yanğısı ilə ölkədəki böhranla bağlı xəbərdarlıq edirik. Şəxsən mən qarşıda bizi nələr gözlədiyini düşünəndə dəhşətə gəlirəm. Amerika İranla birbaşa danışıqlar aparılması üçün müzakirələrə hazırdır. Bu açıqlama ilə Ağ Evi mətbuat katibi Jay Carney çıxış edib. O bildirib ki, Amerika İranla iki tərəfli müzakirələrin aparılmasına hər zaman müsbət yanaşıb. Lakin rəsmi Tehran bunun həyata keçirilməsi üçün indiyədək bir addım da atmayıb. Biz yenə də İranla iki tərəfli müzakirələr keçirmək üçün danışıqlar aparmağa açığıq. Lakin hələlik bu məsələ ilə bağlı heç nə planlaşdırmamışıq. Hələ ki İran tərəfi ilə bununla bağlı danışıqlarımız olmayıb. Avropa bir daha İranı ölüm cəzasının icrasını dayandırmağa çağırıb. Avropa Birliyinin Xarici İşlər üzrə Ali nümayəndəsi Catherine Ashton oktyabrın 22-sində İranda müxaddir maddələrlə bağlı 10 nəfərin edam olunmasından sarsıldığını bildirib. Bu barədə diplomat Brükseldə bəyanatla çıxış edib. O deyib ki, edamların əksəriyyəti düzgün olmayan məhkəmə proseslərindən və yenidən baxılma hüquqlarından məhrum olunandan sonra icra olunur. Ashton sözlərinə görə İranda ölüm hökmləri çıxarılan cinayətkarlar əslində beynəlxalq standartlara əsasən ölümlə cəzalandırılmamalıdırlar. İranın Xarici İşlər Nazirliyinin rəsmisi Fransa Xarici İşlər Naziri tərəfindən İranın və bu ölkənin nüvə proqramı barədə dediklərinin məsuliyyətsizlik olduğunu bildirib. İran Xarici İşlər Nazirliyinin nümayəndəsi həmçinin Fransa Xarici İşlər Nazirinin gələcəkdə bu cür səhvlərə yol verməyəcəyinə ümidvar olduğunu bildirib. Xatırladaq ki, bundan əvvəl Fransa Xarici İşlər Naziri Laurent Fabius İranın artıq 2013-cü ilin ortalarına kimi nüvə silahına sahib olacağını bəyan etmişdi. Bugünlük bu qədər. Sağollaşmazdan əvvəlsə xəbər başlıqları bir daha.
Urmiyada əhali ilə intizami qüvvələr arasında